Helloin qambitindən danışacağım. Yəni adını düz eşitdiniz, Helloin qambiti. Deməli gedişlərə keçək. Gedişlər Y4, Y5 standart başlayır. At F3, at C6, at C3, at F6-dan sonra əsas Helloin qambiti başlayır. Onu qeyd edeyim ki, Helloin qambiti qaralara tətbiq olunur. Deməli biz burada oynayırıq at vurur Y5. Səbəbini biz deməli Helloin qambiti belə deyirik. Səbəbi fiqurumuzu qurban verdikdən sonra biz piyadalarla başlayırıq hücuma. Götürürlər Y5, biz oynayırıq D4, təzədən qayıdır C6 və biz oynayırıq D5 və burada da təzədən qayıdırlar. Qaralar atla qayıdırlar Y5-ə, biz də oynayırıq F4. F4 oynadıqdan sonra qaralar yenə də məcbur olur öz piyadalarını, daha doğrusu atlarını piyada hücumundan qorusunlar. Ona görə də arxaya çəkilirlər. Biz isə yenə də piyadalarımızla qabağa gedirik, oynayırıq Y5. Y5-dən sonra piyada məcbur olur öz əvvəlki xanasına qayıtsın. Deməli, sonra da biz oynayırıq D6. D6 oynadıqdan sonra piyadalarımızı dəyişirik və burada qaralar üçün məhdud sayda yaxşı gediş var. Burada vəzirlə inkişaf edə bilərlər və yaxud öz atlarını qabağa çıxarda bilərlər. Amma yenə də bu heç cür kömək olmur. Deməli, vəzir F6 oynadıqdan sonra biz öz hücumumuzu yenə də dayandırmırıq. Çünki şahın çətin vəziyyətdə qalıb, yəni lövhənin ortasındadır və heç bir tərəfə çəkilə bilmir. Çünki hər tərəfdən mat ola bilər. Deməli, qaralar burada oynamalıdır. Şah D8. Çünki əgər misal üçün belə bir gediş eləsələr, biz buradan şah verir və topunu götürürük. Deməli, əgər şahla oynadılarsa, deməli D8-ə biz oynayırıq burada fil Y4. Fil Y4 oynadıqdan sonra bizim artıq burada məqsədimiz bəlli olur. Deməli, buradan çalışırlar qaralar bizim atımızı qovsunlar. Çünki at deməli yaxşı xanada durub və xanadan da rahatlıqla şah verib